Nara müəllimə sizdən. Bəli, mənim. Futsal nə zaman yaranıb? 1930-cu ildə Urugvayada Juan Carlos tərəfindən. Uruguayda Juan Carlos tərəfindən. Yaxşı, Bəli. federasiya nə zaman yaranıb? 1983-cü ildə. 1983. Bəs nə zaman FIFA-ya üzv olub? 1989. 1989. Oyun neçə dəqiqə oynanılır? Oyun 40 dəqiqə oynanılır. 2 hissədən, hər hissədə 20 dəqiqə. Hissələr arası fasilə? 15 dəqiqə. Necə vaxt oynanılır? Təmiz vaxt ilə. Başqa hansı idman oyunlarıdır ki, təmiz vaxt oynanılır? Basketbol, 3x-in 3x-ə basketbol, bir də futsal. Təmiz vaxt Bir oynanılır. basketbol, bir də futsal. Doğru. 3x basketbolun digər adı nədir? Streetball. Streetball. Yaxşı. Futsalda komandanın neçə limiti vardı? Nə deməli limiti? Faul limiti deyək də, komandanın bir limiti var da. Qayda pozulma limiti. 5. 5 limit var. Məsəl üçün, 4-cü limitdə mərkəzdə qayda pozuntusu olub. Oyun necə davamlı ediləcək? Cərimə atışı ilə. Həmən yerdən atışla davam Həmən edəcək. yerdən də həmən atışla davam edəcək. Bəs yaxşı 6, 7, 8, məsəl üçün 6-dan sonra olarsa? Onda gəlir 10 metrlik rəqib cərimə atışı yerinə yetirir. 10 metrlik penaltı, ikinci penaltı da deyə bilərik, cərimə zərbəsi yerinə yetirilir. 10 metrlik bu zaman canlı sədd qurulur? Xeyr. Canlı sədd qurulmur. Rəqib nə qədər məsafə saxlayır? 5. 5 metr. Deməli, neçə saniyə qaydası tətbiq olunur? 10 metrlik penaltıda. 10 metrlik penaltıda 4 saniyə. 4 saniyə qaydası tətbiq olunur. Top irəli getmək şərti ilə dabanla vurmaq olar? Olar. Olar. Arxaya pas ötürmək olar? Olmaz. Olmaz. Top son olaraq müdafiə olunan komandanın oyunçusuna dəyib, qapı xəttini yerlə hava ilə keçərək qol olmazsa, oyun necə davam edəcək? Küncdən başlayır. Rəqib gəlib küncdən başlayır. Küncdən zərbə zamanı birbaşa rəqib qapısına vurulan qol qeydə alınır? Alınmır. Rəqib qapısına vurulan qol qeydə alınır, alınmır dedik. Rəqibə alınır. Bəs öz qapısına vurulan qol qeydə alınır, alınmır? Onda alınmır. Bəs öz qapısına vurulan zaman oyun necə davam ediləcək? Qapıcı başlayacaq. Yox, öz qapısına birbaşa vurarsa. Onda rəqib gəlib küncdən başlayacaq. Bəli, rəqib gəlib küncdən başlayacaq. Künc döyüşünün radiusu nə qədərdir? 0-dan 125 sm. Neçə künc bayrağı var? Futsalda künc bayrağı yoxdur. Futsalda künc bayrağı yoxdur. Ümumiyyətlə bayraq yoxdur ümumiyyətcə. Ümumiyyətlə bayraq. Gözəl. Təşəkkürlər Elnara müəllimə. Sağ olun. Deməli, Fatıma müəllimə. Bəli, mənim. Deməli, Fatıma müəllimə, siz mənə deyin. Deməli, orada nə var? Futsalda time-out'un vaxtı. 60 saniyə. 60 saniyə. Neçə time-out verilir hər komandaya? Hər komandaya Hı -hı. 1. Hər komanda ümumi 1, yoxsa necə? Hər komandaya. Bəli, hər komandaya neçə time-out verilir? Hər komandaya 1. Yanlış deyirsiniz. Hər komandaya. Fatma müəllimə, futsalda time-out. Bəli, mənim. Futsalda time-out. Time-out. Bir time-out. Hər komandaya neçə time-out verilir? 2 time-out. 2 time-out. Hər ikisi üçün verilir. Bu time-out necə götürülür? Time-out. Yəni birinci hissədə ikisini götürmək olar və yaxud da ikinci hissədə ikisini götürmək olar və yaxud da birinci hissədə götürməyib ikinci hissədə ikisini birdən götürmək olar. Yəni birinci hissədə necə götürülür? Xeyr. Necə olur? Necə bölüşdürülür bu 2 time-out? Siz futsaldan sual verdiniz, Bəli, eləmi? futsaldan. Bilmədim onu. Məryəm müəllimə. 2 time-out verilir, hər hissədə 1 time-out. Bəli, hər hissə üçün 1 time-out verilir. Bəs Məryəm müəllimə, birinci hissədə götürülməyən time-out ikinci hissəyə keçir? Keçmir. Keçir. Time-outun vaxtı nə qədərdir?
60 saniyə. Oyun bitdi. Əlavə hissəyə gedərsə, əlavə hissə ikinci hissədə götürülməyən taymat əlavə hissəyə keçir. Keçmir. Əlavə hissə üçün taymat verilir, Verilmir. verilmir. Doğru. Fatmə müəllimə, təşəkkürlər Məryəm müəllim. Bəli. Meydançanın ölçüsü 38-42 uzunu, 20-25 eni. Demək, meydanda olan xətlərin qalınlığı nə qədərdir? 1 sm. 8 sm. Yaxşı, siz mənə deyin. Xətlər meydana daxildir yoxsa xaricdir? Xarici. Fatma müəllimə. Daxili. Bəli, xətlər meydanın daxilidir. Fatimə müəllimə, Bəli. deməli, siz mənə deyin. 10 metrlik cərmə zərbəsində qapıçı nə qədər irəli çıxa bilər? 5 metr. 5 metr irəli çıxa bilər. Yaxşı. Deməli, 10 metrliklə 6 metrlik nöqtənin arasında qayda pozuntusu olarsa, yəni limitdə dolub, limiti keçib. Bəli. Bu zaman zərbə hardan vurulacaq? Rəqib istəsə 6 metrlik yerdən vurar, istəsə 10 metrlik olan yerdən vurar. Yox, 6 metr istəsə Yəni 6 həmin o Aha, 6 metrlik olan yerdən də vura bilər müəllim. O həmin o qayda pozulan yerdən də vura bilər. yox. Qayda pozulan yerdən də vura bilər. 10 metrlik yerdən də vura bilər. Bəli müəllim, mən də elə dedim də birincisi 10 6 metrlikdən də vura metrlik. bilər. Siz 6 metr Bəli, 6 metrlikdən bəli, 10 metrlik. 6 metrlik. Ha, Bəli, 6 metrlik zərbə nə zaman vurulur? Kontaktla olan qayda pozuntularında, bir də cərimə meydançasında. Meydan Qayda istənilən pozuntusu. yerində kontakt vasitəsilə qayda pozuntusu olarsa o zaman 6 metrlik gəlir penaltı yerinə yetirilir. Xeyr. Bəs harda? Cərimə meydançasında. Bəli, cərimə meydançasında kobud qayda pozuntusu olarsa 6 metrlik penaltı vurulur. Doğru. Yaxşı. Komandanın limiti dolub. Komandanın limiti dolub və 6 metr cərimə meydançasında qayda pozuntusu olarsa zərbə hardan vurulacaq? 6 metrlikdən. Bəli, 6 metrlik penaltı vurulacaq. Yaxşı. Offside nə zaman olur? Offside olmur. Aha, olmur. Təşəkkürlər Fatimə müəllimə. Biraz daha diqqətli edin. Daha diqqətli oxuyun. Fatma müəllimə. Bəli, işte. Futbolu təkrarlamısınız? Təkrarlamışam biraz. Bilirsiniz, handbolla futbol borclusunuz. Bilirəm. Fatma müəllimə. Futbolda Bəli. meydanın ölçüsü. Futbolda meydanın ölçüsü 100, 110, 120, 90. 120-90 qeyri-rəsmi yarışlarda. Qeyri-rəsmi Ha. yarışlar. Rəsmi bəli. yarışlarda meydan uzunluğu 100, 110, bəs eni nə qədərdir? Eni 75, 64, Aha, enində 75-64. Futbol nə qədər oynanılır? 90 dəqiqə 2 hissədən ibarətdir. Hər hissə neçə dəqiqə oynamış olur? Hər hissə 40 dəqiqə. 45 dəqiqə. 45-də. Hissələr arası fasilə. 15 dəqiqə. Qalibə məğluba verilən xal. Qalibə 3, məğluba 0, heç-heçə 1 xal. Oyun necə başlanılır? Oyun püşkürtmayla mərkəzdə. Mərkəzdən başlama, yəni püşk atılır ki, ya başlanğıc seçilir, püşk qazanan ya da meydan. Yəni Bir başlanğıc mərkəzdən başlanılır, doğru. Mərkəzdən başlanılan zaman top hərəkətdə olmalıdır, hərəkətsiz. Bir də müəllim gəldi, səsiniz itdi. Aha. Eşidənmədim. Mərkəzdən başlanılan zaman top hərəkətdə olmalıdır, hərəkətsiz. 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 Mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Alınır. Mərkəzdən rəqib nə qədər məsafə saxlayır mərkəzdən oyun başlanılan zaman? Mərkəzdən 1 metr. Rəqib topdan nə qədər məsafə saxlayır? Rəqib 5 metr. Futzaldan söhbət getmir, futboldan söhbət gedir. Yadımdan çıxdı bax. Məryəm müəllimə. 9-15. 9, Hə, 9-15 yadımdan bəli, çıxdı indi. Hə, 9.15 metr. Yadımdan çıxdı. Aha. Mərkəzdən birbaşa öz qapısından keçən top qol qeydə alınır, alınmır. Xeyr, alınmır. Alınmır. Bəs oyun necə davam edir? O cərimə atışı ilə. Cərimə atışı ilə. Sən yoxsa yan xəttdən Yox. yandan başlayır.
Buyur. Məryəm müəllimə. Sualı bir də təkrar eləyərdi zəhmət olmasa. Deməli, mərkəzdən başlanılan zaman top öz qapısına istiqamətləndirir və top qapıdan keçir. Qol qeydə alınacaq, alınmayacaq. Birbaşa yəni Öz qapısına xeyr, küncdən zərbə. rəqib gəlir, üçdən zərbə yer. Mən də dedim küçdən zərbə belə. Yandan dediniz, cəlmə zərbəsi dediniz. Birinci küçdən dedim, hə. Bəlkə də onlar qarışdırmışam. Qarışdırmayın, diqqətli olun. Futbolda qapıdan birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Alınır. Alınır, doğru. Futbolda taymatın vaxtı. Time-out'un vaxtı bir dəqiqə yadıma salım. Time-out'un Time-out'un vaxtı. Məryəm müəllimə. Futbolda time-out yoxdur. Bəli. Time-out yoxdur. Hə, Bəli. yoxdur. Olmayan bir şey Fatma müəllimə düşünür ki, görüm. Yox. Aha, yoxdur. Bəs futzalda taymatın vaxtı Fatma müəllimə. Futsalda time-out'un vaxtı 1 dəqiqə. 1 dəqiqə, oyunçu dəyişikliyi, Məhdudiyyət yoxdur. məhdudiyyət yoxdur. Komanda maksimum neçə qırmızı kart alarsa, texniki məğlubiyyətə uğrayar. 1 qırmızı kart. Belə bir dənə ilə texniki məğlubiyyət olur. 2 qırmızı kart, 2. Yanlış deyirsiniz. Məryəm müəllimə. Futsalda 12 qırmızı kart. Bəli, 12 qırmızı kart alınarsa, komanda texniki məğlubiyyətə uğrayır. Fatma müəllimə, futzalda komanda heyəti. Futsalda komanda heyəti 14 Aha, yox. düz dediniz. Neçə əsas, neçə ehtiyat? 9 ehtiyat, Mhm. 5 əsas. 5 əsas. Aha. 4 nəfərlə oyuna başlaya bilər bir komanda. Bilər, bəli. 3 nəfərlə başlaya bilər. 3 nəfərlə də olar. 3-dən az olsa olmaz. 2 nəfərlə başlaya bilər. Xeyr, yox. 2 nəfərlə başlayamaz. Deyirəm. Deməli 3 nəfərlə də başlaya bilər. Bəs 2 nəfərlə başlaya bilər dedik. Xeyr, yox, başlaya bilməz 2 Nəfərlə nəfərlə. başlaya bilməz. Yaxşı. Oyunda neçə kart var futzalda? Futsalda 2 kart, sarı, qırmızı. Sarı nədir? Sarı kart nəyə bildirir? Nətəri? Sarı kart nəyə bildirir? Sarı kart Bəs xəbərdarlıqdır. Qırmızı kart oyundan kənarlaşdırılır. Təşəkkürlər Fatma müəllimə. Biraz da daha çox çalışın futbolun üzərində. Yəni futbolu plus qoydum, amma yenə də oxuyun. Bir dənə minusunuz var Bilirəm, mı? nəsə biraz qarışdırıram ona görə. Aha. Sağ olun. Diqqətli olun. Deməli bir dənə handball minusunuz qaldı. Onu da düzəltsiniz, olacaq əla. Yaxşı, sağ olun. Sağ olun. Təşəkkürlər. Məryəm müəllimə. Bəli. Keçən dərs futbolun sual-cavabında iştirak etməmisiniz. Ona görə futbolda minusunuz yazılıb. Bəli. Öyrənmisiniz futbolda? Yoxlayaq da. Elə bildim yox deyirsiniz, yoxlayaq sözünü. Ya oxumuşam indi. Aha. Deməli, futbolda komanda heyəti. 11 əsas, 15 ehtiyat. Ümumi 26. 26. Yaxşı. Oyunçu azlığı ilə oyuna başlaya bilər komanda. 7 nəfərə kimi başlaya bilər. 7 nəfərlə bəs başlaya bilər. Başlaya bilər, bəli. 6 nəfərlə başlaya bilər. Xeyr, texniki məğlubiyyət. Aha. Oyun başladı 8 nəfərlə. Bəli. Və biri qırmızı aldı, kənarlaşdı. 7 nəfərlə davam edə bilər. Bəli, davam edə bilər. 7-dən də biri qırmızı aldı, kənarlaşdı. 6 nəfərlə davam edə bilər. Texniki məğlubiyyət, xeyr. Texniki məğlubiyyət. Nə zaman istisna bir oyunçu dəyişikliyi edilə bilər? Oyunçu başından zədə alarsa, travma alarsa, onda istisna olar. İstisna bir halda oyunçu başından zədə alarsa, bəli, istisna bir əvəz etmək olar. Bəs neçə əvəz etmə sayı var? Oyunçu neçə əvəz edilə bilər? 3 dəfəyə 5 oyunçu. 3 dəfəyə 5 oyunçu dəyişikliyi. Aha, doğru. Yaxşı. Bu əsas hissədə oyunçu dəyişikliyini etmədik. Məsəl üçün, yəni tam etməmiş də hələ var. Əlavə hissə oynanılarsa, əlavə hissəyə keçilir o edilməyən əvəz etmə. Keçirilir. Keçirilir. Futzalda oyunçu dəyişikliyi. Məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdur. Meydan ölçüsü. Meydan ölçüsü Aha. bir dəqiqə deyil. 38 42 20 25.
metr. Uzunluğu 38-42 elde deyə bilərik ki, uzunluq 20-25. 42-25, 38-20. Bəs xətlərin qalınlığı Futsalda 8 sm. meydanda olan xəttlər, yəni yan xəttlər və yaxud arxa xəttlər meydanın daxilidir, xarici? Daxili. Meydan xəttlər meydanın daxili, doğru. Mərkəzdən oyun başlanılan zaman saniyə qaydası tətbiq olunur. Bəli, 4 saniyə. Tətbiq olunur deyirsiniz. Yox, mərkəzdən bir də 6 metrlikdə tətbiq olunmur. Bəli, Qalan bütün nüanslarda tətbiq olunur. bəli, bunu doğru dediniz indi. Topun çəkisi çevrəsi 400-440. qram, bəs çevrəsi Çevrəsi 62-64 sm. 60. Meydanda olan xəttlərin qalınlığı nə qədər dedik? 8 sm. Oyunda maksimum neçə püşkatma keçirilir? Maksimum 4. Təşəkkürlər. Yox, bir dənə də ortaq fərqli cəhət deyin, hərəsindən biri. Siz yekunlaşdırın. Meydançanın ölçüləri fərqlidir, topların çəkiləri fərqlidir. Bir dedim də, indi bu artıq şey Hə. dediniz. Hər ikisində mərkəzdən başlanır. Hər ikisi oyun başlanğıcı mərkəzdən başlanır. Yaxşı, bunu qəbul edək. Tamam, təşəkkürlər Məryəm müəllimə. Futbol da bir Sağ ol. plusunuz oldu. Yəni minus oldu bir. Sağ olun. Təşəkkürlər. Nur müəllimə. Bəli, bəli. Deməli, futsal idman oyunu neçə dəqiqə oynanılır? 40 dəqiqə. Hər hissə neçə hissədən ibarətdir? 20-20, 15 dəqiqə fərq. 15 dəqiqə. Oyun necə başlanılır? Püşkatmayla. Püşkatma. Püşkatmadan sonra necə davam edəcək oyun? Oyun, yəni püşkatmanı qazanan komanda başlayır mərkəzdə. Yəni mərkəzdən oyun başlanılır. Amma püşkü qazanan, yəni mərkəzdən avtomatik o Topu, başlanır. yəni Ya da ya başlanğıcı seçir, ya da meydanı. Əgər püşkü mən qazanmışam, başlanğıcı seçsəmsə, başlanğıcı mən başlayacağam, yəni mərkəzdən. Evet. Əgər meydanı seçmişəmsə, rəqib başlanğıcı başlayacaq, oyunu başlayacaq. Birinci Evet. hissə A komandası başladı. İkinci hissə hansı komanda başlayacaq? birinci o B komandası. B komandası. Komandalar meydanda nə zaman yerlərini dəyişir? Komanda həm top həm ölü, həm də Yox. canlı olduqda. Oyunçular yer dəyişməsini Hissə- bilmir. Oyunçuların yer dəyişməsini bilmir. Necə? Hissə bitdikdə Bəli, hissə bitdi. Birinci hissə bitib, ikinci hissəyə keçdikdə komandalar meydanda yerlərini dəyişir. Doğru. Yaxşı, oyun nə zaman mərkəzdən başlanılır? oyun nə zaman mərkəzdə başlanır? Oyun qol olduqda Qol vurulduqda, yəni qolu vuran komanda gəlir mərkəzdən başlayır, yoxsa buraxan komanda? vuran komanda. Vuran komanda getdim qol vurdum, hələ təzədən gəlib mərkəzdən başlayacağam, yenə də birbaşa qol vuracağam. Yox, qolu buraxan, rəqib qolu buraxandan sonra mərkəzdən başlayır. Yəni qolu buraxan komanda gəlir mərkəzdən başlayır. Bəli, bəli. Bəs başqa nə zaman mərkəzdən başlanılır? Hissə bitdikdə yox, birinci hissə başlayanda, birinci, ikinci hissə başlayanda Hissələrin əvvəli deyək də, hissələrin əvvəli bir də qolu buraxıldıqda. Doğru. Oyun 40 dəqiqə bitdi. Oyun Bəli. bərabər bitərsə və qalibin müəyyən olması mütləqdirsə, oyun necə davam edəcək? bir də deyim, mənim başa düşmədim. 40 dəqiqə oyun bitdi. Hesab 3-3-dür, bərabərdir və mütləq qalib müəyyən olunmalıdır. Oyun necə davam edəcək? 2x5 oynanılır. 2x5 oynanılır. Doğru. Bu zaman 2x5-in birinci hissəsinin başlanğıc oyunu necə başlanacaq? Necə başlanılacaq? Püşkatmayla. O da püşkatmayla, doğru. Burada da yenə bərabər oldu. Yenə necə davam edəcək? O da püşkatmayla. Necə davam edəcək? Bir onu deyin. 5-ə Nə? penaltı Penaltı. vurulacaq. Penaltı vurulacaq. Orada penaltı seriyasında neçə püşkatma atılır? 4 dəfə. Ümumi Yox, 4 dəfə atılır. 2 İki dəfə. 2 dəfə, doğru. Nə üçün atılır? Yəni püşkatma mənim hansı komanda, hansı qapıya vurulacaq? Yəni onu atılır da. Qapını Biri- seçməklə komanda Biri qapını seçim üçün. Bir də Evet. nə üçün? qapını seçmək üçün. Hə də biri qapını seçmək üçündür. Atıldı ki, hansı qapıya vuracağam. Bəs biri nə üçün atılacaq? 2 dəfə demişik püşkatma. Necə? Başlamaq. Başlama dedikdə ilk zərbənin hansı komanda vurası?
vuracağı üçün. Aha. Yaxşı. Siz mənə deyin, futzalda taymatın vaxtı nə qədərdir? Timeout yoxdur. Futzalda Bir dəqiqə, bir dəqiqə. Hə, Bir futbolda dəqiqə. yoxdur. Futbolda yoxdur. Yaxşı. Futzalda offside nə zaman olur? Nə zaman baş Necə? verir? Futzalda oyundan kənar vəziyyət nə zaman baş verir? Yoxdur axı. Oyundan kənar vəziyyət yoxdur. Klassikdir, qeyri-klassik. Klassik. Nə zaman daxil olub olimpik oyunlarına? Yoxdur, o da yoxdur. Qeyri-klassik. Qeyri-klassikdir. Aha. Yaxşı. Futbol idman oyununda. Futbol idman oyununda meydanda olan xətlərin qalınlığı nə qədərdir? 8. Futsalda 8. Futbolda 8-dən, futbolda 12. Futbolda 12, doğru. Futbolda 12. Yaxşı, futboldan top rəqibə dəyib yandan çıxarsa oyun necə davam edəcək? Yan xəttdən başlanılır. Yan xəttdən başlayan zaman necə başlanılır? Günc zərbə. Necə? Güncdən başlanılır da. Yox, yandan başlama necə başlar? Ayaqların vəziyyəti necə olacaq? İdmançı ayaqla başlayacaq, yoxsa əldən Top başlayacaq? əli başlanılır. Başa düşmədim, səsinizi eşidə bilmədim. Bir də təkrarlayın zəhmət olmasa. Bir dəqiqə mənim bir dənə təkrar edeyim, başa düşmədim. Top yandan çıxdı. Dedik ki, rəqibə dəyib top yandan çıxarsa yan xəttdən. Dedik ki, rəqib gəlib yandan başlayacaq. A-ya dəyib çıxsa, B yandan başlayacaq. B yandan başlayan zaman, məsəl üçün mən yandan başlayıram. Mən necə başlayacağam? Ayaqlarımın vəziyyəti necə olacaq? Deyin, eşitmədim. Ayaq xəttin arxasında Hər iki ayaq yoxsa bir ayaq? hər iki ayaq top əllə baş üstə atılır da müəllim. Aha. Yaxşı. Mütləqdir ki, xəttin arxasında olsun. Bəli. Ayaq xəttin arxasında iki ayağımız xəttin arxada da ola bilər. İki ayaq xəttin üzərində də ola bilər. Və oyunçunun istiqaməti meydançaya sarı və top da başı üzərindən atılır əlin. Yandan başlayan zaman rəqib nə qədər məsafə saxlayır? Yandan başladıqda topun yan xətti 5 sm. Yox, 5 sm bu qədərdir. Rəqib topdan Mən 5 metr. yox. Futzalda idi 5 metr. 2. 2 metr. Bəli. Yandan başlayan zaman rəqib yandan 2 metr məsafə saxlamalı. Topdan 2 metr məsafə saxlamalıdır. Yaxşı, minimum. Yandan birbaşa rəqib qapısına top keçərsə, qol qeydə alınacaq, alınmayacaq. Alınacaq. Yandan birbaşa əllə atacam, qol qeydə alınacaq. Əl ilə atılan xeyr, alınmır. Alınmır. Bəs oyun necə davam edəcək? Təzədən başlanılacaq. Yandan təzədən başlanılacaq deyirsiniz. Yan xəttdən Yanlış deyirsiniz. başlanılacaq. Yanlış deyirsiniz. Bilmədim onu. Gülnaz müəllimə, yandan birbaşa rəqib qapısına qol vurularsa, top atılarsa, qol keçərsə, oyun necə davam edəcək? Küncdən başlayacaq. Yanlış deyirsiniz. Ha, qapıçı başlayır. Qapıçı qapıdan zərbi ilə başlayacaq. Nur müəllimə, Bəli. bir-iki sual da vereyim. Bilməsiniz, futbol minus olaraq qalacaq. Futsal Ay müəllim, bir dənə cavab vermədim də. bir dənə deyil ki, çaşırsınız. Çaşdığınıza görə qalır. Yəni elə öyrənin ki, çaşmayın. Yəni demək olar ki, futbola aid verdiyim suallarını yarıya çaşdınız. Yarığı səhv dediniz. Təkrar biliyin anası da sizə nə ziyanı var ki, təkrar edəcəksiniz. Deməli, Nur müəllimə, mərkəzdən birbaşa öz qapısına vurulan qol qeydə alınır, alınmır? Mərkəzdən alınmır. Oyun necə davam edir? Mərkəzdən başlayır. Bir dəqiqə mənim qeydə alınmırdı. Mənim təzədən yəni vurulur. Ümumiyyətlə, niyə təzədən mərkəzdən başlanılsın ki? Mərkəzdən nə zaman başlanılır ki oyun? Bir vaxt saydınız ki, mərkəzdən qol vurulan zaman, qolu buraxan komanda gəlir mərkəzdən başlayır. O da qol qeydə alınırsa gəlir mərkəzdən başlayır da. Bu qol qeydə alınırsa niyə gəlir mərkəzdən başlayım ki? Qapıçı başlayır. Buyur. Qapıçıya verilir də, top qapıçıya verilir. Nur müəllimə. Futbol minus olaraq qalır. Gedin yaxşı təkrarlayın.
Bir dənə də sual verin də müəllim, minus qalmasın. Bir dənə sual verəcəm. Düz bilsəniz də yenə minus olaraq qalacaq. Bir dənə də sual verirəm, amma minus qalacaq futbol. Deməli, yaxşıdır, bu sual cavab versiniz Gülnaz müəllimə. Mərkəzdən birbaşa öz qapısına vurulan qol qeydə alınır, alınmır? Alınmır müəllim. Oynayıcı Rəqib alınır. komanda küncdən başlayır. Bəli, rəqib komanda küçdən başlayır. Bildiniz Nur müəllimə? Bəli. Nur müəllimə, küncdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Bir dənə də təkrarlayın, başa düşmədim. Küncdən birbaşa rəqib qapısına, künc zərbədən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Küncdən falan. Alınmır. Görürsünüz, bilmirsiniz. Gedin təkrarlayın. Yaxşı. Gülnaz müəllimə, Bəli müəllim. sizdə də futbol minusdur. Bəli bilirəm. Bilirəm. Aha, gözəl. Onda siz mənə deyin. Futsal idman oyunu nə zaman yaranıb, harda və kim tərəfindən? 1930-cu ildə Uruqvayda Juan Carlos tərəfindən yaradılıb. Ha, yaxşı. Futsalda nə zaman 6 metrlik penaltı vurulur? Nə zaman 6 metrlik penaltı vurulur? Hı. Cərimə meydançasında Deyil, doğru deyirsiniz. nəsə bir Rəqibə qarşı Nə- qayıb pozisyon, çox rəqibə qayıb qarşı pozisyon var. kobudluq olduqda bəli. Aha, futsalda neçə kart var? 2 kart var. 2 kart var. 6 metrlik Sarı, penaltı, qırmızı. aha, 6 metrlik penaltı vurulan zaman neçə saniyə qaydası tətbiq olunur? 4 saniyə. 4 saniyə qaydası tətbiq olunur. Bəli. Şəfa müəllimə, Olunmur. olunur. Bəs başqa nə zaman 4 saniyə qaydası tətbiq olunur Şəfa müəllimə? Qapçı oyuna topu Xeyr, o zaman 4 saniyə qaydası tətbiq olunur. Müəllim. Mərkəzdən başlayan zaman dedi daha Şəfa müəllimə dedi. Hə. Gülnaz müəllim, mərkəzdən başlayan və 6 metrlik penaltı zamanı 4 saniyə qaydası tətbiq olunmur. Keçən dəfə dedik. 6 metrlik penaltı zamanı qapıçı neçə metr irəli çıxa bilər? 5 metr. 4 metr. 6 metrlik penaltıda Bəli. 1 metr. Şəfa müəllimə. Məncə 3 metrdir elə mən. Onda irəli çıxmır axım 6 metrlikdə məncə irəli çıxır. Xəttin üzərində. Bəli. Xəttin üzərində olmalıdır. 10 metrlikdə çıxır amma onda çıxmır. Bəli, 10 metrlikdə nə qədər çıxır Şəfa müəllimə? 10 metrlikdə 5 deyil mənim. Bəli, 5-dir. 5 metr irəli çıxır. Gülnaz müəllimə, qarışdırmayın. Gülnaz müəllimə, 2 kart var dedik. Sarı kart nədir? Sarı kart xəbərdarlıqdır. Qırmızı kart Qırmızı nədir? kart xaric etmə. Xaric mi? Oyundan kənarlaşdırılan oyunçunun yerinə başqa bir oyunçu meydana gələ bilər. 2 dəqiqədən sonra. 2 dəqiqədən sonra gələ bilər. Nə zaman 2 dəqiqədən tez gələ bilər? Qapıya qol vurulanda. Bəli, qapısına qol vurulanda 2 dəqiqədən tez gələ bilər. Yaxşı. Deməli, komanda heyəti nə qədərdir? Komandanın oyunçu heyəti. 5 əsas, 9 ehtiyat. 5 əsas 9. 13 dəyişikliyi Məhdudiyyət yoxdur. hakimə deyilir, deyilmir. Deyilmir. Hakimə deyilmir. Yaxşı, hardan yerinə yetirilir? Mərkəzdən. İstənilən mərkəzdən necə? Hansı sonunda? Oyun başlayan zaman, bir də qol vurulan zaman. Yox, mərkəzdən başlanılmanı demirəm. Oyunçu dəyişikliyi hansı istiqamətdən yerinə yetirilir? Yan xəttdə 5 metrlik öz sahələri var. Hər kəs öz sahəsində. Bəli, hər kəs öz meydanında 5 metrlik zonadan oyunçu dəyişikliyi yerinə yetirilir. Bəs əsas heyətlə ehtiyat heyəti, üzr istəyirəm, əsas heyətlə qapıçı deməli, oyunçusu, yəni meydanda oynayan oyunçu ilə qapıçı yer dəyişmə edən zaman hakimə deyilir, deyilmir. Heyətdə deyilmir müəllim. Bax, ehtiyatla dəyişiləndə, yəni əsas heyət ehtiyatla dəyişəndə deyilmir. Bəs meydan oyunçusu ilə qapıçı yer dəyişmə edəndə
Hakimə Hə, deyilir, deyilir. Bu zaman burada deyilir. Küncdən Bəli. zərbə zamanı neçə saniyə qaydası tətbiq olunur? Küncdən zərbə zamanı 4 saniyə. 4 saniyə tətbiq olunur. Doğru. Küncdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Bəli, alınır. Öz qapısına vurulan qol qeydə alınır. Yox. Alınmır. Bəs künc radiusu nə qədərdir? Künc qövsünün radiusu? 0-dan 25 santimetr. Metr. 0-dan 125 metr və yaxud da 25 santimetr. Aha. Hə, Yaxşı. Küncdən başlayan zaman top hərəkətdə olmalıdır, hərəkətsiz. ölü olmalıdır, hərəkətsiz. Ölü deməyək, hərəkətsiz olmalıdır. Hə. Aha. Yaxşı. Futbol idman oyununda nə zaman VAR sisteminə müraciət edilir? VAR sistemində qol oldu, olmadı, mübahisəli top zamanı Yox, mübahisələrdə baxılmır. qırmızı kartın verilməsi düzgün Birbaşa oldu. qırmızı kartı, birbaşa baxın, qolun olub olmaması, birbaşa qırmızı kartın verilməsi, sonra Aha, bir də var idi. VAR sistemi. İkisini dedim. ikisi qaldı. İkisi qaldı. Bəli. Şəfa müəllimə köməklik göstərək. Qırmızı 11 metrlik zərbənin edilib edilməməsi düzgün. Bəli. 3, biri qaldı. Yanlış oyunçuya xəbərdarlıq. Bəli, yanlış oyunçu cəza alarsa. 4 halda bəli, VAR sisteminə müraciət edilir. Şəfa müəllimə, siz zəhmət olmasa səsi bağlayın. Gülnaz müəllimə, futbolda qalibə məğluba verilən xal. Qalibə 3, məğlubə 0, heç-heçə 1. Maksimum neçə püş atma atıla bilər? 4. Top son olaraq hücum edən komandanın oyunçularından rəqibin qapı xəttini yerlə hava ilə keçərsə, oyun necə davam edəcək? Qol olmazsa, oyun necə davam edəcək? Hücum edən komanda Topu atdı, qapı xəttini, rəqibin qapı xəttini yerlə hava ilə keçdi, qol olmadı. Oyun necə davam edəcək? qapıçı davam Qapıdan edir. zərbə ilə, bəli. Qapıdan zərbə zamanı rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Alınır. Alınır. Sərbəst zərbədən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Xeyr müəllim. Alınmır, doğru. Təşəkkürlər Gülnaz müəllimə. Futbol da plusa çevrildi. Yəni bir dəfə Sağ olun, desəydiniz, futbol minus olaraq qalacaqdı. Futbol niyə müəllim minus? Plusu. Yəni bir səhvdə desəydiniz, yəni minus Hə. qalacaqdı. Plus. Deməli, Çox sağ olun müəllim. siz sağ olun, təşəkkürlər. Şəfa müəllimə. eşidirəm. Şəfa müəllimə. Futsal idman oyununda komanda heyəti nə qədərdir? 5, 9-da ehtiyat. 5 əsas, 9-da ehtiyat. 9 ehtiyat. Oyunçu azlığı ilə meydana çıxa bilər. 7 olmaqla 7-dən az olmaq. Bir dəqiqə, 5 əsaslı 6 ilə çıxa bilər ki, Açdım, hə. O çıxa bilər 4. 3 ilə çıxa 3-dən bilər. az. 3-dən çıxa bilər, 2 ilə olmaz. 2 ilə olmaz. Oyunçu dəyişikliyi limitinə məhdudiyyət var, yoxsa 3-4 nəfər dəyişir? Necə? Yox, yoxdur. Məhdudiyyət yox. Məhdudiyyət yoxdur. Qalibə məğluba verilən xal. O da futboldakı kimi qalibə 3-dür, məğlub 0-dır, heçcə 1-dir. Top son olaraq müdafiə olunan komandanın oyunçularına dəyib yandan çıxarsa yerlə hava ilə. Oyun necə davam edəcək? Müdafiə olan rəqib komanda 2-3-dən vuracaq. Yandan vuracaq. Yandan başlayır. Yandan oyun necə başlanılacaq? Futsalda Hı-hı. mən olmayan şeycəm, ayaqla vurulur futsalda. Bəli, yandan ayaqla başlanılır. Futbolda əllə deyil, futsalda yanla, Bəli, ayaqla. Ayaqla. Bir ayaq xəttin üzərində və topda ayaqla başlanır. Yandan birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır? Alınmır. Alınmır. Öz qapısına vurulan qol qeydə alınır, alınmır? Alınmır. Bəs öz qapısına vurduğu qolda oyun necə davam edəcək? Öz qapısına vurulan golda rəqib küncdən zərbə vuracaq. Bəs rəqib qapısı yandan birbaşa rəqib qapısına vurularsa
Yəni qol dediniz qeydə alınmır. Bəs oyun necə davam edəcək? Onda qapıcı oyunu davam eləyəcək. Qapıcı, bəli, qapıdan zərbə ilə oyunu davam edəcək. Futzalda qapıdan zərbə zamanı rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Qapıdan rəqib qapısına alınır. Futbolda qapıdan rəqib qapısına vurulan qol qeydə alınır. Futzalda isə Yox. bəli, qapıdan birbaşa rəqib qapısına vurulan qol qeydə alınmır. Yaxşı, Şəfa Mən- müəllimə. Qapıdan zərbə zamanı, yəni qapıcı topu neçə saniyə saxlaya bilər? 4 saniyə. 4 saniyə, doğru. Yaxşı. Köşkdən zərbə zamanı neçə saniyə qaydası tətbiq olunur? 4 saniyə. Topu mən komanda yoldaşıma atırdım. Hakimə dəyir, keçir rəqibə. Oyun necə davam edəcək? Elə davam eləyir. Necə? Elə olduğu kimi. Olduğu kimi davam eləyir də mən. O handboldadır. Mən topu atıram komanda yoldaşıma, hakimə dəyərsə top, keçərsə rəqibə, o rəqib davam edəcək. Davam edəcək. Sualı başa düşmədim. Bu handboldadır. Bu mən dediyim. Futzalda Hı. topu atıram komanda yoldaşıma. Top hakimə dəyir, keçir rəqibə və rəqib üstünlük əldə edir. Oyun necə davam edəcək? Rəqib oynayacaq da müəllim həmin Yanlış yerdə. Yanlış deyirsiz. Leyla müəllimə. Leyla müəllim. Şəfa müəllimə səsi bağlayın, zəhmət olmasın. Əliyeva Leyla. Buyurun mən. Deyin. Oyunçu topu ötürürdü öz komanda yoldaşına, hakimə dəyir, keçir rəqib komandaya. Oyun necə davam edəcək? Futboldan söhbət gedir, yoxsa futboldan müəllim? Futzaldan. Futbolda da hər ikisi eyni qaydadır onsuzsa. Futzaldan da amma söhbət gedir. Hələ meydandan çıxmayıbsa cərmə zərbəsi vurulur da. Yanlış. Elə olmur. Cəpək müəllimə. Deyin. Hakim topu dayandırır, hakim atır yenidən oyuncumuza. Bəli. Yəni Mübahisəli topla. Bəli, mübahisəli topla. Mübahisəli topdan komandalar nə Onu- qədər məsafəsi toplu bir dəqiqə Şəfa müəllimə. Cəpək müəllim. Mübahisəli topda hər iki komanda nə qədər məsafə saxlayır topdan? mübahisəli topda 9-dan Yanlış deyirsiniz. Futzalda 9'dan %15 var heç. futsaldan soruşursunuz. Bəli. Hə, futsalda 5 metr. Yanlış deyirsiniz. Leyla müəllimə deyin. 2 metr müəllim. 2 metr. Bəli. Futbolda nə qədərdir Leyla müəllimə? Mən futbolda 3 metr. Yanlış deyirsiniz. Səhv edirsiniz. Leyla müəllimə, futboldan da minusunuz var. Şəfa müəllimə, Mən futbolda nə? futboldan mən keçən dəfə ilə cavab vermişdim axı. Səhv deyiləmsə cavab vermişəm mən. Cavab vermişsiniz. Deməmişəm ki, cavab verməmisiniz. Amma demişəm ki, gedin təkrar edin də, yəni deməmişəm öyrənməmisiniz. Belə də demişəm. Demədim Hə, öyrənməmisiniz. sizin Amma minusunuzdan buna görə deyirəm. minusunuz var. Yəni Mən- cavab versəniz də yenə də var. Səhv cavab vermisiniz. Az, zəif cavab vermisiniz. Deyin Elnara müəllimə, buyurun. Mən dərsin başladı. Onlar çıxım, amma çıxmamışdan əvvəl bir dənə sual versəm olar. Buyurun. Məsələn, mən deyim, futsalda dedik ki, oyuncu qırmızı kart alırsa 2 dəqiqə gözlənir, düzdür? Mən sual-cavabda bunu eşitdim ki, məsələn, eyni komandadan, eyni A komandasında da B komandasında da eyni vaxtda 2 oyuncu da qırmızı kart alsa, onda məsələn, A komandası qol vursa da oyuncu daxil olmur. Bu qayda hələ də Bəli, necə qüvvədə. davam edir? Bəli, qüvvədə. Qüvvədədir. Bəli, tamamilə doğru. Sağ olun. Tamam, Elnara müəllim. Mən suala cavab vereyim. Bəli, futbolda cavab verin. Futbolda 4 metr. bazen topda 4 metr. Doğru Şəfa müəllimə. Futbolda da 4 metr. Şəfa müəllimə, oyun 40 dəqiqə oynanılır. Necə vaxt oynanılır dedik? Təmiz vaxtla. Təmiz vaxt oynanılır. Doğru. Yaxşı. Başqa hansı idman oyunlardır təmiz vaxt oynanılan? Basketbol, 3-3 basketbol. Süs basketbol. Yaxşı. Oyun əsas hissə bitdi. Bərabər bitərsə oyun necə davam edəcək? 2 vuraq 5 oynanır. Sonra oyun oynanılır. Yenə bərabər bitərsə? Yenə bərabər bitərsə penallaşma verilir. Aha, O da əgər bərabər bitərsə 1-1 bir Atılır, penaltı atacaqdır.
qalib olursa o komandada qalib olur. Aha. Təşəkkürlər Şəfa müəllimə. Sağ olun. Deməli, Leyla müəllimə, Buyurun. futbolda da minusunuz var, onu çatdırım. Təkrar etməm sizi çox güman ki. Elə Etməmisiniz. deyirsiniz. Etmişəm, amma ki, bilmədiyimə görə demək ki, etməmişəm də. Nəticə olaraq etməmisiniz. Aha. Siz deyin, futzalda meydança ölçüsü. Futsalda meydançanın ölçüsü 42-nin 25-ə, 38-in 20-yə. 38-dən 20-yə. Doğru. Meydanda olan xətlərin qalınlığı 8 sent. 8 sm. Meydanda xətlər meydana daxildir yoxsa xaric? Daxil. Daxildir. Oyun necə mərkəzdən başlanır? Oyun ümumiyyətlə necə başlanılır? Püşkatma ilə başlanır mərkəzdən. Mərkəzdən. Aha, doğru. Mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Alınır. Komandanın limiti nə qədərdir? Faul limiti, qayda pozma limiti. Faul limiti yoxdur axı. Qayda pozma Yox, limiti nə faul qədər? limiti 5-dir, 5. 5, doğru. Yaxşı, 5-ə qədər oyun necə davam edir? Məsəl üçün, 3-cü qaydanı mən rəqibin meydanında pozdum, qayda pozuntusunu pozdum. Oyun necə davam edəcək? Onu bilmədim mən. Çatmadı o sual mənə nəsə. Məsəl üçün, Şəfəq müəllimə deyin. 6 metrlik məsafədən penalti vurulan zaman səth qurulur. Müsət qurulmur. O sözsüz deyil, mən bu verdiyim sual başqa sualdır. Onda başlayın sual təkrarlayardınız. Məsəl üçün, 3-cü qayda pozuntunu, 3-cü qayda pozuntu, yəni komanda ümumi 3-cü qayda pozuntusu etmiş olur. O da rəqib meydanında. O necə davam edəcək? Rəqib meydanında cərmə 6 metrlik penalti vurur. 6 metrlik penalti nə zaman vurulur? 6 metrlik penalti rəqib komandaya belə deyək də Çox qayda pozuntusu edər. qayda pozuntusu edən zaman. İstənilən yerdə, Aha. istənilən yerdə mən rəqibə qarşı qayda pozuntusu etdimsə, gəlib 6 metrlik penalti vuracaqlar. Cərmə meydançasında. Cərmə meydançasında, bəli. Cərmə meydançasında rəqibə qarşı qayda pozuntusu edirəmsə, rəqib 6 metrlik penalti. Mən deyirəm ki, heç mənim cərmə meydançasında yoxdur, ümumiyyətlə rəqibimin meydanında, elə rəqibin öz meydanında rəqibə qarşı qayda pozuntusu edirəm. Oyun necə davam edəcək? Onu bilmirəm. Baxın, müəllimlər, demişik axı, əgər 5-ə qədər qayda harda pozularsa, həmən nöqtədən zərbə vurular. Həmin nöqtədən. 1, 2, 3, 4, 5, yəni 5-ə qədər harda oldusa, oradan zərbə vurulacaq. Canlı səthdə vurula bilər. Artıq 5-də limit də olur. 6, 7, 8, 9-da, yəni hər hansısa birində 5 işləsər, rəqib gəlir, harda olur olsun, fərq etmir. Rəqib gəlir 10 metrlik zərbə yerinə yetirir. 6 metrlik cərmə meydançasının çıxmaq şərti ilə. Yəni 10 metrlik zərbə yerinə yetirir. 10 metrlik zərbədə də zərbənin yerinə yetirmək üçün 4 saniyə vaxt verilir və yalnız irəli qapıya doğru vurmalısan. Və demişik ki, 6 metrliklə 10 metrlik arasında qayda pozuntusu olarsa, limitdə olduqdan sonra, həmən o istəsə komanda həmən aradan vura bilər zərbəni, istəsə 10 metrlikdən. Amma cərmə meydançasında istənilən vaxt qayda pozuntusu olarsa 6 metrlik penaltidir. Bunları qarışdırmayın. Leyla müəllimə. Deməli, Leyla müəllimə, oyuncu dəyişikliyi. Oyuncu dəyişikliyi futsal. Oyuncu dəyişikliyində axı mənim məhdudiyyət yoxdur. Aha, futbolda bəs oyuncu dəyişikliyi. Futbolda deyilmə. Futbol minus olaraq qalır Leyla müəllimə. Futbolu təkrarlayın mütləq. Yaxşı. Futsalda da oyuncu dəyişikliyi məhdudiyyət yoxdur. Hakimə deyilir, deyilmir. Deyilmir. Hakimə deyilmir. Bəs əsas heyətlə, yəni meydan oyunçusu ilə qapıçısı yer dəyişmədən zaman hakimə deyilir, deyilmir? Deyilir. Deyilir. Top son olaraq
qapı xəttində top son olaraq müdafiə olunan komandanın oyunçusuna dəyib qapı xəttini yerlə hava ilə keçirib qol olmuş. Oyun necə davam edəcək? Zeyn. Bilmədim. Şəfəq müəllimə. Gəlməli. Deyil. Top son olaraq müdafiə olunan komandanın oyunçularına dəyib qapı xəttini yerlə hava ilə keçirib qol olmuş. Oyun necə davam edəcək? Künçdən zərbə ilə. Bəli, rəqib düşdən zərbə yerinə yetirəcək. Künc qövsünün radiusu nə qədərdir? Futsalda Bəli, 0,25 santimetr. metr. 0,25 metr və yaxud da təkcə 25 santimetr. Santimetrə çevrilirsin neçə metr? O 0 avtomatik olaraq yoxa çıxır, tamlar gedir. Aha, təşəkkürlər Şəfəq müəllimə. Leyla müəllimə, bir sual da vereyim, sizdən də yekunlaşaq. Topun çəkisi çevrəsi nə qədərdir? Topun çəkisi 410-a, çevrəsi də Aha, 440. aha. Səhv dedim müəllim. Düzdür, ilham verirəm də. Hadi elə bir ki 440-ı 62-nin qatdım qarışdırdım mən. 62-64 santimetr. 62-64 bəli, 62-64. Leyla müəllimə, təşəkkürlər. Leyla müəllimə, bu futbol qalır, f yazmışam, minus f. Futsal da yanında təkrar edərsiniz, ikisini bir yerdə soruşacağam. Tamam, oldu mənim. Oldu, təşəkkürlər. Siz sağ olun. Şəfəq müəllimə, Buyurun mən. Şəfəq müəllimə, siz mənə deyin, futsal nə zaman yaranıb? 1930-cu ildə Uruguayda. Kim tərəfindən? Juan Carlos. Futsal üzrə Beynəlxalq Federasiya nə zaman yaranıb? 1983-cü ildə. Bəs FIFA-ya nə vaxt birləşdirilib? 1989-cu ildə. Oyun neçə dəqiqə oynanılır, neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. Hər hissə 20 dəqiqə, 40 dəqiqədən ibarətdir. Təmiz oyun gedir. 15 dəqiqədə fasiləmiz var. Vaxtda oynanılır, 15 dəqiqədə hissələr arası fasilə. Bəs oyun necə başlanılır? Püşkatma ilə. Komanda heyəti nə qədərdir? 5 oyunçu, 9 ehtiyat. 5 oyunçu, 5 əsas, 9 ehtiyat. Komanda ehtiyatsız gələ bilər. Bəli, gələ bilər. 3 nəfərlə meydana çıxa bilər. Bəli, çıxa bilər. 2 nəfərlə çıxa bilər. Xeyr, çıxa bilməz. Texniki məğlubiyyət Komanda maksimum neçə qırmızı kart alar texniki məğlubiyyətə uğrayar? bilər. Neçə? 12 qırmızı kart ala bilər. Neçə kart var ümumiyyətlə oyunda? 2 kart var, sarı, qırmızı. Oyuncu maksimum neçə kart ala bilər? Oyuncu maksimum 3 kart ala bilər, 2 sarı, 1 qırmızı. Doğru. Yaxşı. Futsal idman oyununda meydançanın ölçüsü? Meydançanın ölçüsü qeyri-rəsmi yarışlarda minimum 25-42, eni isə 16-25. Rəsmi oyunlarda Yox, artıq qarışdırdınız aləmi. niyə? Çünki belə rəsmi yarış 16 qeyri-rəsmi yarışlardadır. Rəsmi yarışlarda elə 42-nin 38 uzunluğudur, 25-20-də 38 42 uzunudur, 20-25 enidir. Doğru. Yaxşı. Time-out'un vaxtı nə qədərdir? Time-out'un da vaxtı 60 saniyə, yəni 1 dəqiqə. Bəs oyunda neçə time-out götürülə bilər bir komanda? Bir komanda birinci hissədə 1 time-out, ikinci hissədə 1 time-out. Yəni oyun ərzində 2 time-out götürülə bilər, hər hissədə də 1 time-out. Birinci hissədə götürülməyən time-out ikinci hissəyə keçə bilər? Keçə bilməz. Keçə bilməz. Yaxşı. Cəmməlim, üzrə hesabı Buyurun, Şəfəq müəllimə. Buyurun, Şəfəq müəllimə. Sağ olun. Şəfəq müəllimə, yaxşı. Olar mən də çıxam müəllim. Narahat olmayın. Nur müəllimə çıxın. Sağ olun. Şəfəq müəllimə, kameram bağlı. Şəfəq müəllimə, əsas hissədə götürülməyən time-out əlavə hissəyə keçir. Xeyr, keçmir. Əlavə hissədə üçün time-out verilir. Xeyr, verilmir. Verilmiş. Gözəl.
Təşəkkürlər Şəfəq müəllim. Buyurun. Deməli, müəllimlər, dərsimiz bu qədər. Yəni sual cavabımız bu qədər. Bilirsiniz də əlavə olaraq da ki, məsəl üçün Şəfəq müəllimə bilmədi, Gülnaz müəllimədən soruşaramsa, Gülnaz müəllimə də bilməzsə, bu hal 2 dəfə, 3 dəfə təkrarlanarsa, həmən dərssə Gülnaz müəllimiyə minus düşəcək. Məsəl üçün Şəfəq müəllimədən handbolu soruşuram, Gülnaz müəllimədən handbolu 2 dəfə, 3 dəfə əlavə soruşdum. Məsəl üçün Şəfəq müəllimə bilmədi, Gülnaz müəllimədən soruşdum, Gülnaz müəllimə bilmədi. Bu zaman Gülnaz müəllimiyə də minus, həmən mövzunun minusu düşəcək. Buna görə hər dərsə, dərsləri təkrar baxın. Əsasda minus yazdığım müəllimlər həmən dərsi öyrənin, sona saxlamayın. Çünki getdikcə mövzular keçiriləcək, daha da ağırlaşacaq. Əlavə olaraq